ki, vətəndaşımızın artıq qalib olan Azərbaycan xalqının daha yaxşı maddi rifah halında yaşamasını təmin etmək lazımdır. Problemlər var, təbii ki, bunlar aradan qaldırılmalıdır. İşsizliklə bağlı problemlər var. Digər bir çox məsələlərlə bağlı problemlər var. Qiymət artımı bir çox hallarda, mən yaxınlarda da kütləvi informasiya vasitələrini verdim, müsahibələrin birində dedim ki, siz günü-gündən hər kəs marketə daxil olur və qiymət artımından rastlaşırıq. Bir çox hallarda görürük ki, bu təbii ki, dünya maştabında qiymət artımı baş verməkdə bir çox məhsullarda. Azərbaycan da artıq qlobal dünyanın bir hissəsidir deyə biz də bundan sığortalana bilmirik. Amma eyni zamanda da bəzən görürsən ki, bir çox hallarda sahibkarlar sui-istifadə edirlər yaranmış durumdan, vəziyyətdən. Yəni, insanımızın maddi rifah halının yaxşılaşması istiqamətində Azərbaycan hökumətinin görəcəyi işlər kifayət qədər çoxdur. Bunlar edilməlidirlər, amma onu danmaq olmaz ki, Azərbaycan bugün regionun lider dövlətidir və